Xocalı soyqırımı haqqında onu bilirəm ki, çox zülmlər eləyiblər bizə, çox nə bilim, əzablar çəkiblər, əsirlərimiz düşüb, ana-bacılarımız həlak olub, qardaşlarımız həlak olub. Allah onların ruhunu şad eləsin. Allah onlara rəhmət eləsin. Düzdür, deyirlər ki, şəhidlər ölmür, həqiqətən onlar ölmür. Amma gec-tez bu qanın yerdə qalmayacaq da. Gec-tez biz qisasımızı alacaq olardı. Xocalı soyqırımı haqqında nə bilirsiniz? Heç 1992 18 evre yok 20 her şey biliriz ya o hakkında böyle ne de bilir ki Ermənilərdir düşman ölkədir başka ne diyeyim ona. Xalqımızın pis günüdür, tarixi gündür, 26 fevral 92-ci il olmalı. Yəni ki, həqiqətən hüzünlü gündür. Doğrudan da balaca uşaqlar, qadınlar, qocalar qətlə yetirilmişdir. Yəni ki, vəhşət. sadəcə olaraq bildiyim odur ki, bəs ermənilər Xocalıya hücum ediblər, minlərlə insanlar əsir düşüb, minlərləsi isə şəhid olmuşlar. Xocalı soyqırımından yəqin ki, hamımızın məlumatı var da, fevralın 26-sı. Aslında bu mövzuda ağıllı danışmanın mənası yoxdur da. Hamı bilir nə məsələdir. Bu qədər çox danışmağa ehtiyac yoxdur. Xocalı faciəsini nə bilmirik ki? Yəni nə istəyirsiniz bilmək? Bütün Azərbaycan xalqı bilir ki, Xocalı faciəsi bizim üçün, Azərbaycan üçün böyük bir dəhşət oldu. Qəlbimizdə qan yazıldı. Heç bir insan Xocalı faciəsi deyirsən, içim qan ağlayır. Nə deyə bilərəm, gözüm şəhid anasıyam. 91-92-ci ildə, yəni ermənilər tərəfindən işğal olunubdur. 1992-ci ildə fevralın 25-nə ilmasına keçən gecə Rus hərbi birləşmələrinin 366-cı motatlıcı alayın belə deyim də, şəxsi heyəti və əsgərləri, hamısı bütün sastavı ilə, heyətinlə bir yerdə Xocalı başlamış qətliam. 613 nəfər qətliamda şəhid oldu. Xocalı soyqırımında ermənilərin bizə qarşı qətliamı olub. Fevral ayının 26-sı 1992-ci il. 26 fevral olubdur 1992-ci ildə. Heç də bilmirəm. Xocalı soyqırımı bu gün Azərbaycan qan yarasıdır. Ermənilərin törətdiyi 613 nəfərin şəhid elədiyi bir soyqırımdır və biz bunu dünyada tanıtmalıyıq. Başqa nə deyə bilərəm? Xocalı soyqırımı fevralın 26-sı olmuşdu. Yəni bu zaman həqiqətən Azərbaycanlıların yaddaşında çox ağır bir gün kimi yadda qalmalıdır. Bilmirəm indi cavanların əksəriyyəti bu barədə nə bilirlər, amma həqiqətən yada düşəndə, hətta oradakı şəkilləri görəndə çox təəssüf hissi ilə qeyd edirsən ki, aydım. Yəni bu Azərbaycanın ən böyük ağrısıdır bu. Biz cavanlar həmişə bunu, hətta xaricə gedəndə də belə xaricilərə, digər Azərbaycanın bu qan yaddaşı kimi tanıtmalıyıq. Və ermənilərə imkan verməməliyik ki, bizim bu qan yaddaşımızı öz adlarına çevirsinlər ki, bizdə soyqırım olub. Xeyr, onların heç bir soyqırım olmayıb. Bizdə belə bir soyqırım olub. Yəni bu unudulmaz bir gündür bizim üçün. Fevral ayının 26-sı vəhşicəsinə öldürülmüşdü. Yəni dinc sakinləri öldürmüşdülər. 1990-cı ildə olub, 90-91-ci illərdə. Xocalı soyqırımı mənə elə gəlir ki, 1992-ci ildə 26 fevralda Xocalını zəbt elədilər də ermənilər. Qırğın o vaxt oldu, qırğın o vaxt oldu. Xocalı soyqırımının haqqında onu bilirəm ki, 26 fevral 1992-ci ildə. 92-ci il 26 fevral hadisələrdə Xocalı soyqırımı. 1992-ci ildə 26 fevralda baş vermiş hadisədir. 26 fevral tarixində baş verib və belə deyək, çox kütləvi şəkildə insanların soyqırımı törədilmişdi. Xüsusən də ermənilər tərəfindən türklərin soyqırımı törədilmişdi. Və hal-hazırda müxtəlif ölkələr var ki, bunu tanımaqdadır. Bəzi ölkələr var ki, onlar tanımırlar. İnşallah yaxında onları da tanıyarlar. Fevralın 26-sında baş veribdi. Soyqırım günüdür də. Ermənilər onu başqa cür qələmə versə də, Azərbaycanın ən böyük ağrılı yerlərindən biridir Qarabağ məsələsi.
Yəni bu faciəni bütün dünyada tanıtmaq bizim hər birimizin borcudur. Hər bir internetdən tutmuş, sosial şəbəkələrdən tutmuş, hər bir yerdə biz bunu təbliğatını aparmalıyıq və bu barədə hər bir yerdə məlumatlar verməliyik. Mən bilən 20-ci əsrin ən böyük soyqırımı sayılır. 25 fevraldan 26 fevral keçən gecə erməni birləşmələri tərəfindən törədilmiş bir soyqırımdır. Yüzlərlə insan həlak olub. Ondan da artıq qat-qat insanlar, ailələr evlərindən, eşiklərindən olub. Qaçqın düşüblər. Bundan əlavə də ki, indi hal-hazırda çox geniş kütlə bilir bu barədə. Artıq dünyanın bir çox ölkələri beynəlxalq soyqırım kimi tanıyırlar bunu. Azərbaycandan kənarda da tanınır. Bundan başqa da ki, hər il heç vaxt yaddan çıxmayacaq bir gündür, belə deyək. Elə bizim qan yaddaşımızdır. Həmişə yadımızda qalacaq. Xocalı soyqırımı günü orada vəfat etmiş, şəhid olmuş hər kəsə rəhmət diləyirəm. Ailələrinə də başsağlığı, Allahdan səbir diləyirəm. Bu qədər.